Hədəf yüksək olmayanda zəif adamlar dinə sığınmağa başlayır. Bu pis şeydir. Din dolur zəif adamlarla, dinin yoluna zəif adamlar daha çox cəzb olunur. Vecsiz adamlar, bacarıqsız adamlar. Peyğəmbərin ətrafına baxın, Həmzə, Cəfər, Əli, görün nə qədər şir kimi şücayətli kişilər. Din qorxmaz, şücayətli, uca insanların yoludur, enerjili insanların yoludur. Ona sən düzgün istiqamət hədəf ver, divara qalxsın sənin üçün. Sənin üçün deyəndə öz hədəfi üçün. Bəzən görsən ki, bir dindardır, zahirən əxlaqlı, təvazökar, necə bizdə dəbli deyək, təvazökar qardaşdır filan kəs, əxlaqlı qardaş. Belə əxlaqlı qardaşlar görürsən hərdən. Amma baxırsan, görürsən ki, acizlikdən doğub bunun əxlaqı, təvazökarlığı bunun cılızlığının məhsuludur. İncə-mincə qəribə belə adamlar, təvazökar, əxlaqlı, biz də deyik, maşallah, qəşəng qardaşdır bu. Dindar qardaşdır, əxlaqlı qardaşdır. Baxırsan buna misal üçün deyirəm, indi hamısında eyni səbəb olmur, başqa-başqa səbəblər olur. Səbəblərdən birini deyim, evdə atası həmişə təhqir eləyib, pis rəftar eləyib, zəif bir uşaq böyüdüb, aciz adamdır, indi dinə gəlib nə deyirsən deyir baş üstə. Çünki bu baş üstə deməyə öyrəşib bu. Sən də deyirsən, maşallah imanlı qardaşdır. Bu imanlı qardaş deyil, bu acizliyindən o qədər öyrəşib hamıya baş üstə deməyə, dinə də gəlib elə baş üstə deyir. Sən də deyirsən, bu bəndədir. Çox incə tərəfləri var, dinin, incə məqamları var. Allah'a da ki, aldatmaq olmur. Sən deyəsən, maşallah, gözəl, əxlaqlı qardaşdır, Allah da qoşulsun sənə desin, hə, əxlaqlı qardaşdır, Allah deyir, bu əxlaqlı qardaş deyil. Bu aciz qardaşdır, gəlib, indi də acizliyini burada reallaşdırır. Dili öyrəşib, hər kəsə baş üstə desin, indi Allah'a da baş üstə deyir. Çox da tərifləmə. Adamlara yaxşı yanaşı, amma da tələsmə ki, o saat deyəsən, bu qardaş Həzrət Əbəlfəz ağaya oxşayır. Elə bir ki, görüb də Həzrət Əbəlfəz ağaya. Deyir, Həzrət Əbəlfəzin biri deyir ki, alim deyir, mənə dedi ki, gözlərin Əbəlfəzin gözünə oxşayır. Belə tez tələsirik insanlara qiymət verməyə. Dindarlıq çöhrəsini xarab eləməyək. Qəribə bir cür boynu bükük adamlar obrazı ilə, stereotipi ilə. Əxlaq təkcə bu deyil, boynu büküklər gəlsin bir-birinə. Təvazökarlıq gözəl bir şeydir, əla bir şeydir. Adam elə təvazökar olmalıdır, amma hansı adam? Güclü adam. Adam görsən halsızdır, deyib gülə bilmir. Adam var, zarafat eləməkdə bacarmır axı. Zarafat da başa düşmür. Bir beş nəfəri bir xoş söz deyib güldürə də bilmir. Din neyniyim, görürəm ki, heç yanında özümü reallaşdıra bilmirəm. Yaxşısı bu da din var da, gedim dinə. Bütün bacarıqsızlıqlarımın adını qoyum ki, dinə görə mən bunu eləmirəm. Mən dinə görə ciddi adam olmuşam. Yox, sən zarafat bacarmayan adamsın.